Canını sıkılır. Keç burada. Ağaçta da şapta olur. Salam sizler. Sağ ol. Salam sizler hoş gördük. Əziz qonaqlar. Bizim bugünkü musiqili verilişimizdə sizlərlə bugünkü qonaqlarımız mən deyərdim çox tanınmış Qəmli Zubatiskalar musiqi qrupu. Mən istərdim qrupun liderin ayağa qalxsın. Çox sağ olun. Belə qrupun lideri hamımız olan mənim çox mənim. Gördük sifətini. Mən istərdim vaxt itirmədən sözü verərdim sizə, öz mahnınızı əlbağan edeyim. Mayıs. Bir qaqaş məhlədə satır telefon. Bilmədim Samsung'dur yoxsa ki iPhone. Dedi ki qiymətdə biraz keçərəm. Pulun artdıdısa 100'ə verərəm. 100'ə verərəm. Çox sağ olun. Yəni telefon bahadır, yolu cəngizə verir. Növbəti Maestro. Oturdum divanda, baxdım futbola. Topası sıxırdım, mən bir də qola. Oyuncu qapıya vurmaq istədi. Nə qədər vurdusa, amma girmədi. Maestro, komşumuz məktəbə imtahan verdi. Balı toplamayıb yenə kəsildi. Müəllimin yanına yenə gedəcək. Yaxşı hazırlaşıb yenə verəcək. Qaydasız döyüşə baxırdım gecə. İnsanlar insanı döyərmiş necə. Döyülən güləsi əlatsız qaldı. Rəqibi bir fəndə altına saldı. mən görmüşəm eləsini. Maestro. Oğlum oxumayı edir dəcəlik. Çağırıb dedim ki, hanı gündəlik. Gündəliyə baxıb mənə sərləşdi. Dedi ki, bağışla, ata bilmədim. Ata bilmədim. Bir gün bir atanın qanı qaraldı. Çünki öz qızına cehizlik aldı. Cehizi maşına yükləyib baxdı. Maşından birinci taxtı çıxartdı. Taxtı çıxartdı. Maşından birinci taxtı çıxartdı. Maşını fotladım, nəsə etdi part. Az qala ürəyim olmuşdu infarkt. Düşdüm tez maşından arxaya baxdım. Gördüm ki sol təkər yenə buraxdı. Gördüm ki sol təkər Evdəki bir milçək məni bezdirir. Onun bızıltısı beynimə girib. Gördüm ki başımı təmizdən gedib.
yazdırılır olup dolaşır. Bir-birin qırırlar, axıdırlar qan. Bir qara pişikdir, bir də ki siçan. Mayıs. Dediler ki yeme koyun etidir. Dediler kaldırır yaman təzyiqi. Yeyirəm bu əti gör necə vaxtı. Gördüm ki təzyiqim yenə də qalxdı. Sənətdə başıma oyun gəlirdi. Peçatı vururlar dedim əyifdi. Gözlədim gecədən düz səhərə dək. Axırda peçatı vurdular mənə. Bezmişəm həyətdə köhnə maşından. Apardım bazara edim başından. Alverciyə dedim əlli edirlər. Münasib qiymətə ithal edirlər. Teşekkür ederim hepinize. Parodiyalar. Gəlin baxaq, Aysmada açıq dərs. Salam. Haydi desem düzelmeyesem. Kim yok bu derste? Ustarsın. Ha buradadır. Palma başı, traktörüm var. Sümrəsə 26 orta məktəb bitirmişəm. Ben sana sorusum var kalmışsam. Ben ne değilsem, otur. Bak hele, basmayacağım tarzı. Derse hazırsan. Niye? Sularımız yandı. Sılavı sevmem, beleş. Derse içim hazırdı. İçim hazır değil. Kızım derse hazırsan. Sen niye hazır değilsen? Bunlar damla çırpırlar. Bunlar tahta vururlar. Ne bileyim ağızlarını gelen vururlar. Sen niye olur? Yaxşı, əyləsin. O qız olduğuna görə sana bir 5 bal yazıram. Özün sağ ol. Derse hazır değilsin. Ne ders çizeceksin bizim için? Vapsi bu günlərim açıq dərs. Açıq dərs keçirən müəllimlər. O sən müəllim.
Çox keyifli. Apart olur. Deməli Siraç müəllim, bax bu tələbə var. Bu görməyə bax. Dur. Deməli bu tələbə mən Xəqani müəllimlə səhərdən oradan baxırıq. Aman oynayırım. Dərs ol. Mən də görəmirəm məsələn. Sən telefonla mı olursan? Bax, sənin üzün amri yox deyir. Mən 2 ildir mən sənə deyirəm, hər gün üstürəm, hər gün. Niyə düzəlmirsən sən? Sən adam olmayırsan, olmayasan da. Şəhbət mən çox üzr istəyirəm. Siz bu tələbənin üzünə bax. Nədir bu üzün? Biz deməmişik mi bizim akademiyamızda üzü tüyünə gəlmiyor olmaz. Sən niyə üz tüyürsən bax? Ha? Niyə üz? Sənə mən incələ bilirəm. 40 dan yüzünü cavansan bilirəm. O bilirəm. Deməli bu tələbə bizim qarnımız bunlar hələ bilmir. Bilmir ki, Azərbaycan Respublikası'nda qarnımızı sürmür. Mr. Sarral! Hayırlı olsun! Sarı müəllim, hoş gəldiniz. Allah etmən, hoş gəldiniz. Allah selamet etsin. Buyurun ben, buyurun. Açıq, şort, mort geysən, ağız tutan beysən, ölməysən, mançatımı deysən.